May ayı sizin için bayram ayı olacak. İki kat. Hem müstakillik bayramı hem beyliğe kayıttığınız gün. Ama May ayı Laçınlar için faciavi ay olmuştur. Mesela May ayında Laçın işğala məruz qaldı. Şuşa işğalından 10 gün sonra. O böyük bir facia idi, böyük bir bəla idi hem sizin için hem bütün ülkemiz için. Çünkü məhz Laçının işğal altına düşməsi ondan sonraki müharibədəki uğursuzluqlarımızın təməlini qoydu. Çünkü Ermənistanla o vaxtki Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi nəzərdən birləşdi. Mənfur Laçın dəhlizi açıldı. Hansı ki indi yox oldu. Artıq uzun illər Laçın Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı. O vaxt bilirsiniz, yani o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Hakimiyyətə can atan o vaxt AXC Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir. Və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər. O da ölkəmiz üçün böyük bəla gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bugün bütün ərazisində öz suverenliyini bərpa etdi. May ayı bundan sonra ancaq bayram ayı kimi olacaq.